Qorxmadan, çəkinmədən düşmənin gözünə dik baxaraq hücuma keçdilər. Uzun illərdir işğal altında olan torpaqlarımızın bir hissəsini azad edərək Azərbaycan xalqını sevindirdilər. Onlar Seysulan məntəqəsi, Lələtəpə və Talış kəndindəki yüksəklikləri ölkəmizə qaytaran qəhrəman döyüşçülərdir. Biz hal-hazırda Azərbaycan ordusu üçün ən strateji yüksəkliklərdən olan Talış yüksəkliyinin azad edilməsində iştirak edən qəhrəman hərbiçilərimizlə bərabərik. Onlar bizə keçdikləri döyüş yollarından məlumat verəcəklər. Düşmən həmişəki kimi bizim strateji əhəmiyyətli yüksəkliklərdən bəzi rayonlarımızı, yəni Tərtər rayonu, Goranboy rayonu daimi atəş altında saxlayıb dinc əhaliyə narahatlıqlar törədildi, dinc əhalinin yaşayışına maneçiliklər törədildi. Biz komandanlığın əmr və göstərişinə əsasən onların göstərdiyi mövqeyə qədər əks həmləyə keçdik və hücuma keçdikdən sonra bizim dinc əhalinin yaşayışı üçün maneə törədən və düşmənin yerləşdiyi strateji əhəmiyyətli yüksəklikləri şəxsi heyətimlə, qəhrəman əsgərlərimlə və döyüşçülərimlə əldə elədim. Döyüşlər çox yaxşı keçdi, əla keçdi. Biz düşməni layiqincə yerinə susturduq. Düşmən bizdən çox çəkinir. Bütün silahlarını, zirehli texnikalarını yarı yolda qoydular, qaçdılar onlar. Və biz hər zaman əsgər yoldaşlarımızı da yuxarı komandanlıq qarşısında əmr gözləyirik ki, biz irəli yenə döyüşlərimizi aparaq. İnşallah şəhidlərimizin qanı yerdə qalmayacaq. Zabitlər öz əsgərlərini də vurdular, qaçanları. Qaçan çox idi. Böyle qoyub qaçdılar oranı. Sadəcə bizim alanı biz aldıq, geri qaytardıq. Onların hamısını geri çəkilməyinə səbəb olduq. Yəni, bizim alan bizimdir, onlara səslənirəm. Düşmənin silahın, sursatın, döyüş ləvazimatın atıb tulladığını, arxaya doğru, yəni sürətli şəkildə uzaqlaşmağı, bir növü düşmən Azərbaycan əskəri ilə, Azərbaycan döyüşçü ilə qarşılaşmağı cəsarət etmir. Yəni bunu o döyüşdə mənimlə bərabər iştirak edən bütün şəxsi heyətim, əskərlərim, gizirlərim, çavuşlarım və özüm şahidi oldum. Biz hal-hazırda 24 ildir ki, düşmən tapdağı altında olan Azərbaycan ərazisi Seysulan kəndinin düşməndən azad edilməsində iştirak edən qəhrəman hərbiçilərimizin yanındayıq. Onlar bugün də döyüşdən çıxıblar. Orada erməni bayrağı var idi, biz onu yandırdıq. Yerinə yerinə üç rəngli Azərbaycanın şanlı bayrağını taxdıq və hal-hazırda bizim orada qoşunlarımız öz müdafiəsini gücləndirib xidmətini davam etdirirlər. Çətin əməliyyatı uğurla başa vuran əskərlərimiz ruh yüksəkliyi ilə növbəti əmrləri gözləyirlər. Düşmən həmişə bizdən qorxacaq da, biz heç vaxt düşməndən qorxmuruq. Necə lazımdır öz torpaqlarımızı azad etmək üçün hazırıq. Komandirlərimiz bizə əmr versin və biz onların əmri ilə gedib Qarabağımızı alaq, öz torpaqlarımızı alaq. Bəs bu qədər torpağımız işğal altında oldu. Hazırsan mı buna? Bəli, hazıram. Atama demək istəyirəm ki, mənə fəxr eləsin ki, mənim kimi oğlu var. Hər zaman da hazıram torpaqları azad etməyə işğaldan.